İmam Rızanın neçə oğlu olmuşdur? Bəzi mənbələr onun sadəcə bir oğlu, yəni İmam Cavad olduğunu qeyd edirlər, bəziləri isə daha çox övladı olduğunu qeyd edirlər. Bəs görəsən ümumi olaraq bu məsələləri aydınlaşdıranda ortalığa nə çıxır? Yeni gələnlər üçün mən Hüseyn Fərhadov, tarixçiyəm və bir kitabın, yəni bu kitabın müəllifiyəm. Kitabı əldə etmək istəyənlər rəylərdə qeyd edə bilərlər. Bəli, mətləbə qayıtmalı olsaq, ümumiyyətlə İmam Rızanın 47 yaşına qədər övladı olmamışdır. Ümumiyyətlə İmam Musa Əl-Kazımın vaxtında, yəni İmam Rızanın atası dünyasını dəyişəndən sonra onun vaxtında Vaqiflər adlanan bir şiə dəstə ortaya çıxır, bir firqə ortaya çıxır və İmam Rızanın imamətini qəbul etmirlər. Deyilənə görə ortada maddi məsələ var, amma Vaqiflər bunu bəhanə etmirdilər. Yəni maddi məsələdən ötürü biz ayrılmışıq, ayrıca firqə olmuşuq deyə bilməzdilər əlbəttə. Bundan ötürü bunların gətirdikləri, yəni İmam Rızanın imamətini qəbul etməməkdə gətirdikləri bir bəhanə budur ki, İmam Rızanın övladı yoxdur. Burada məsələ biraz fərqlidir. Çünki yəni sual oluna bilər ki, bir adamın övladı yoxsa özü imam ola bilməz. Yox. Məsələ budur ki, 12 imamlı şiə əqidəsində, yəni Cəfəri əqidəsində, İmamiyyədə belə bir hədis var. Peyğəmbərdən buyurulub ki, bəs 12 imam olacaq və onun 9-u Həzrət Hüseynin, yəni Nəvəm Hüseynin soyundan olacaqlar. İndi İmam Musaya qədər gəlib və İmam Musadan sonra imam kimdir? Rızadırsa onun övladı yoxdur. Yəni davam etməlidir axı. Yox, onda başqasıdır. Yəni burada bu hədisə əsasən bunlar bu bəhanəni gətirirlər ki, sən imam ola bilməzsən. Niyə? Çünki sənin övladın yoxdur. Yəni bu idi onların bəhanələri. Yəni deyirdilər ki, əgər sən Rıza imamsansa, bəs səndən sonra imam olacaq oğlun hanı? Yəni yoxdur, sənin ümumiyyətlə övladın yoxdur. Bu idi onların bəhanələri. Buna görə də onlar İmam Rızanın imamətini qəbul etmir və deyirdilər ki, bəlkə sənin qardaşındır imam, bəlkə sənin əmindir imam, yəni sən deyilsən. Onsuz da imamzadələr arasında, yəni imam övladları barəsində onların imam olduğunu iddia edənlər də var, özləri də imamət iddiası edənlər var. Hətta etməsələr belə dediyim kimi, yəni şiələrdən bəzi dəstələr, bəzi fəzilətli imamzadələr haqqında ki, keçən dəfə İmamzadə İshaq barədə video çəkdim. Bu qapaq videosundan da girib kanalımda baxa bilərsiniz. Sonuncu, bundan əvvəlki videoma həmin İmamzadə İshaq haqqında da o qədər fəzilətli şəxs idi ki, şiələrdən bəziləri özü imamlıq iddiası etmədiyi halda onun imam olduğunu deyirdilər. Yaxud da Musa Mübərqə çox fəzilətli şəxs idi. Bəzi dəstələr onun imam olduğunu iddia ediblər. Halbuki özünün imamlıq iddiası olmayıb. Bu qapaq şəklindən də Musa Mübərqənin o vaxt çəkdiyim videosunu izləyə bilərsiniz kanalda. Yəni indi dediyim kimi Vaqiflər də deyirdi ki, ola bilər sənin nə bilim əmlərindən biridir, qardaşlarından biridir, kimdirsə başqasıdır. Amma sənsənsə, bəs səndən sonra olacaq, imam olacaq adam kimdir? Yoxdur, sənin övladın yoxdur. Hətta Hüseyni bin Qiyamə Vasitinin ki, Vaqiflərin başçılarından biri idi. İmam Rızaya yazdığı məktub elə sübutdur. O İmam Rızaya yazdı ki, bir məktubunda sənin övladın olmadığı halda sən necə imam ola bilərsən? İmam Rıza da onun məktubunun qarşılığında yazdı ki, sən hardan bilirsən ki, mənim övladım olmayacaq? Bir neçə gün sonra Allah mənə bir övlad qismət eləyəcək ki, həmin övlad haqqı batildən ayıran bir övladdır. İmam Rıza orada oğlu İmam Cavada yəni işarə eləyir. İmam Cavadın anası Səbikə xanım, yaxud da Xeyzəran da deyirlər adını, Reyhanə də deyirlər adını. Həmin o xanım görünür artıq hamilə olub və doğum ərəfəsində olub. Bir neçə günə uşağı dünyaya gətirir həqiqətən. Amma İmam Rıza da çıxıb çöldə, ay cəmaat, arvadım hamilə deyə, yəni mənim uşağım olacaq, eləyə bilməzdi yəni. Buna görə düşünürdü ki, yəni uşaq olanda onsuz hamının xəbəri olacaq və o da ona görə məktubda yazır ki, sən hardan bilirsən ki, mənim övladım olmayacaq? Və bir neçə gün keçməz, yəni bir neçə günə Allah mənə haqqı batildən ayıran bir övlad qismət eləyər deyə bir məktub yazır. Amma bununla bitmir. İnsanlar, Vaqiflərin, yəni uşaq dünyaya gəlir, İmam Cavad əleyhissalam dünyaya gəlir, lakin insanlar bəzi, yəni Vaqiflər əl çəksələr də bəhanələrindən artıq hə, uşağı da oldu belə deyək, onun öz yaxınlarından, yəni İmam Rızanın yaxınlarından, ailə içində bəziləri, əsasən də qardaşlarından, yəni onun övladı olmadığını, yəni uşağın İmam Rızadan olmadığını, yəni belə bir pis iddia irəli sürürlər, bir böhtan kimi. Bunu da İmam Rızaya paxıllıq, kin, həsəd, düşmənçilik ucbatından elədilər və gətirdikləri bəhanə də nə idi? Uşaq qaradır. Uşaq qara idi. Yəni ərəblər özləri də belə qaraşındılar olmağına, amma görünür uşaq onlardan daha çox qaradır. Yəni bir şey ki, ərəb ona
qara deyir. Yəni ona görə uşağın sifət rəngi qara olduğu üçün deyirdilər ki, bizim soyda beləsi yoxdur və bundan əlavə imamlar arasında da yəni beləsi olmayıb, qarışın bu cür qara olmayıb. Görünür çox künd rəngli olub İmam Cavad ağa. Və buna görə də ona bunu irad tutub deyirdilər ki, bu sənin uşağın deyil. Və iş o yerə çatdı ki, axırda dedilər, əgər bu sənin uşağındırsa, fizionomiklər var. Həmin o dövrdə qaif deyirdilər, qiyafə, şəmail elmi. Belə, yəni baxıb təyin eləyir ki, bu uşağın məsələn atası budur, anası budur, əmisi budur, belə bir adamlar idilər, fizionomik deyirlər onlara. İş o yerə çatdı ki, dedilər, əgər doğru deyirsənsə, gəl bunları gətirək və baxıb onlar qərar versin ki, bu sənin uşağındır ya yox. Amma məsələnin bu qədər şişirdilməsi doğrusu mənə aydın deyil tam olaraq. Niyə aydın deyil? Çünki bunların soyunda özlərindən də olmasa, ana tərəfdən qaralar olub yəni. Məsələn, elə İmam Rızanın nənəsi, atasının anası, yəni İmam Rızanın atası İmam Musa, İmam Musanın anası Həmidə Əl-Bərbəriyyə Afrikadan idi. Onun rənginin tünd olması normal idi. Yəni doğulan uşağın da babasının, yəni anası ondan keçmiş ola bilərdi rəng. Yaxud da elə öz anası, həmin Xeyzəran, həmin Səbikə xanım ki deyirlər, yaxud adını, yəni müxtəlif ad yazırlar. Bu xanımın özü Mariya Qibtiyyənin, Peyğəmbərin xanımı, Mariya Qibtiyyənin ailəsindən, onun xanədanından, onun soyundan, yəni ona yaxın bir ailədən idi və Qibtilər də yerli Misirlilərə, ərəblər özləri səmra, əsmər deyirdilər, yəni qaraşın mənasında, tünd qara buğday mənasında. Və uşağın anası bu cürdürsə, nənəsindən yəni bu cür olubsa, yəni bir bağlılıq var, bir uşağın da o rəngdə olması normal idi əslində. Nəysə, belə bir hadisə olur. İmam Rıza da məcbur axırda razılaşır ki, yaxşı, gedim fizionomikləri çağırın yəni. Özləri də otururlar bir bağda, deməli, bacıları, qardaşları, əmsi, yəni qohumlardan olan adamlar, hamısı otururlar bağda, uşağı buraxırlar oynamağa. İmam Rıza özü də neyniyir? Gedir bir dənə bağban paltar, köhnə bir əbanı zadı götürür, kapşon fason bir şeyi də atır başına, orada yeri beləyir və tapşırır ki, çağıranlara, məsələnin nə olduğunu deməyin, gəlsinlər burada öyrənsinlər. Yəni mənə də heç deməyin ki, buna bənzəyir ya yox uşaq. Ümumiyyətlə mən yoxam məsələdə. Özü də dayanır bağban kimi orada, yəni yeri belləməyə başlayır bağın içində. Fizionomiklər gəlir, bir neçə nəfər olurlar. Bu qohum əqrəbi oturub, İmam Rıza da o tərəfdə güya bunlardan deyil, bağbandır, yəni yeri beləyir. Uşağı gətirib qoyurlar fizionomiklərin qabağına, qayıdıb deyirlər ki, burada bunun atasını tap. Yəni bu uşağın atası burada oturanlardan kimdir? Tap günü. Bunlar da baxırlar bir-bir qayıdıb deyirlər ki, məsələn, qadınları göstərirlər bəzilən, deyir, bu bibisidir, filan şeyə görə bu cürdür, oxşarlıqları var. Nə bilim, bu əmsidir, bu kişi atasının əmsidir. Yəni bu qədər, yəni xırdalıqlarına qədər deyirlər, amma atası burada yoxdur uşağın. Birdən birinin gözü sataşır onlardan İmam Rızaya, o yanda bağbana da belə deyək. Gözqaş eləyir ki, bu olsa bu uşağın atası o bağban olacaq, orada işləyən olacaq. İmam Rıza ondan sonra gəlir, oturur yanlarına, üzün görəndə qayıdıb deyirlər ki, dəqiq elə budur, bu uşağın atası budur. Əsasən də uzaqdan göstərib o bağban olacaq deyəndə baldırından göstərmişlər ki, bu uşağın baldır vəziyyəti ilə, fiqurası ilə belə deyək, oradakı bağbanın baldırı eynidir, eyni formadadır. Bəli, bu hadisə ilə də İmam Rıza qohum əqrəbasının da ağzını bağlayır, axır bir təhər. Amma bildiyimiz kimi, yəni bu İmam Cavadla bağlı, bir oğlu ilə bağlı olan məsələdir və deyilən kimi İmam Rızanın uzun müddət övladı olmayıb ümumiyyətlə. Ona görə vaqiflər ona irad tuturdular ki, sənin ümumiyyətlə övladın yoxdur, sən necə imam ola bilərsən. Amma 47 yaşından sonra İmam Cavad ağa dünyaya gəlmişdir. Bəs İmam Rızanın başqa övladları olub-olmayıb, bu barədə müxtəlif fikirlər var. Məsələn, Şeyx Müfid, İbn Şəhraşub və İbn Rüstəm Təbəri kimi müəlliflər İmam Rızanın İmam Zavaddan başqa övladı olmadığını qeyd edirlər. Lakin başqa tarixçi və mühəddislərdən İbn Təlhə Şafii, Əllamə Məclisi, Səbti ibn Covzi və Seyyid Tacəddin Amuli İmam Rızanın İmam Zavaddan başqa Həsən, Cəfər, Hüseyin və İbrahim adlı oğulları olduğunu qeyd edirlər. İmam Rızanın qızları olduğunu qeyd edilənlər də var. Məsələn, Rabəndi Əl-Xəraic vəl-Cəraih kitabında ümumiyyətlə qızı, İmam Rızanın qızı Həkimə xanımdan qardaşı İmam Cavad haqqında fəzilət, yəni olan bir hədis, bir rəvayət nəql edir. Buradan da görünür ki, bu Həkimə xanım İmam Rızanın qızıdır. Bundan əlavə Ərbili və Seyyid Tacəddin, Hüseyn Amili
İmam Rızanın Ayşə adlı qızının olduğunu qeyd edirlər. Şeyx Abbas Qumi, Şəbləndi və Tustari də öz kitablarında Fatimə adlı bir qızdan bəhs edirlər ki, o da İmam Rızanın qızlarından biri olub və eyni zamanda İmam Cəfər Sadiq əleyhissalamın soyundan olan bir seyyidlə ailə qurmuşdur. Və bu məlumatları ümumi olaraq üst-üstə gəldikdə, yəni bu qənaətə gəlmək olur ki, deməli İmam Rızanın 47 yaşına qədər ümumiyyətlə övladı olmayıb. 47 yaşından sonra isə birinci ilk dünyaya gələn övladı İmam Cavad ağa olub. Ondan sonra da onun oğulları və qızları olub. Lakin məsələ burasındadır ki, görünür onun oğulları uşaq ikən, yəni heç böyümədən, ailə qurmadan uşaq ikən İmam Rızanın özündən qabaq, özü dünyasını dəyişməmişdən qabaq, hamısı uşaq ikən oğulları dünyasını dəyişiblər. Amma qızlarının yaşadığını görürük. Yəni Fatimənin İmam Cəfər Sadiq əleyhissalamın soyundan gələn bir seyyidlə ailə qurduğunu görürük. Həmçinin Həkimə xanımın qardaşı haqqında hədis ravilərindən olduğunu görürük. Yəni bunları görə Ayşə xanım haqqında məlumatım yoxdur da o qarşıma çıxmadı yəni. Amma ən azından iki qızının yaşadığını görürük bir xeyli. Amma oğullarından heç birini bunu görmürük, ancaq İmam Cavad ağadan başqa. Ola bilər ki, buna görə onun övladı olmayıb deyəndə imamət məsələsini də bura götürüblər. Çünki imamət onsuz da qızlara keçmir. Ona görə qız övladlarını qeyd eləməyiblər. Ki, övladı deyəndə, yəni qızlarını yox, oğullarını əsasən nəzərdə tutublar. Oğullarından da hamısı uşaq ikən dünyasını dəyişib İmam Rızanın özündən qabaq, bir dənə özündən sonra İmam Cavad ağa sağ olub və ona görə deyiblər ki, İmam Rızanın İmam Cavaddan başqa övladı olmayıb. Yəni bütün məlumatları toplayanda ancaq bu qənaətə gəlmək olur. Bu qədər. Belə videoların davam etməsini istəyirsinizsə, bunu rəylərdə yazarsınız. Həmçinin sizin rəylərdə xoş sözləriniz mənim üçün motivasiya olur həqiqətən və beləliklə mən daha çox belə videolar çəkməyim, mənim üçün bir motivasiya olur. Bundan əlavə bir hədis var ki, deyir, elm paylaşmaqla çoxalar. Belə olduqda siz də bu videoları paylaşıb başqalarının öyrənməsinə vəsilə ola bilərsiniz ki, bununla da həmçinin savab qazanmış olarsınız.